Salam, salam. Salam. Bugün haradayıq? Razıdır. Ərazimdə, Bakıxanovda. Bakıxanada haradayıq? Gözəl bir insan qapısında. Allah canı sağ eləsin. Deməli qardaş, sənin bu qapı mütləq belə örtməlisən, belə bağlamalısan. Hər dəfə belə eləməlisən. Yəni qapı, bina 50 neçənci binadır, qapı da 80-dan qoyulan qapıdır. İki taxtadır, iki hissəsi taxtadır, örtülük belə açırıq qapını. Qapının dəmiri möhkəm, keyfiyyətlidir. Çox gözəl qapıdır, amma bərbaddır. İndicə belə, keç ora. Sıvarkanı zaddır da bərbad vəziyyətdədir də. İndi sən nə istəyirsən buna görə? Neynəyək? Qapını yeniləyirik. Allah canı sağ eləsin. Əl işləri gördüm. TikTok'da oradan bəyəndim. Bir də bugün Bilirəm buna da çövür. Bu qapı bildiyimiz çıta qapılardır. Çox zəif qapılardır. Həddindən orada zəifdir. Heç nə. Hələ ki saxlayırıq, sonra ikinci gedişdə göstərəcəyəm sizə. Demək qapını örtdük. Yaxşı. Qapının örtülməsi tək əllə. Həmişə dediyimiz kimi. Bu da belə, bu da belə. Deməli bu içisi çöldən, bu içi içərdən. Deməli belə. İndi gəl çöldən də çək. Gördün mü? Bu sənin qapının zamakları bağlanması. En güzel zamak sistemlerini istemiştin. Koyduk. Birinci videoda ne gördük? Birinci videoda gördük ki kapı zamak sistemi deməli. Zamak sistemi yok. Nol idi. Yığılmaz zadı heç neydi. Yani bir zamakla dartıp özü bağlayırdın. Orada ama her şey serbestti. Deməli örtürüm qapını. Örtülüş çiçek kimi. Təzədən yuxarı zamaklarını bağlayıram. Bu da bak ikisi gördün mü ikisi? İkisi çöldə. Bildiğimiz gibi. Şimdi bak açıram. İkisi de içeriden. Bu ne? Bunu her daim mesela gedirsən, məhəllədəsən də, hardasan. Bunu vurursan. Çöldən bağla get. İçeriden atacaklar sənin üçün. Bunu vursan yok. Gərək elə bir evdə kim var onları atacaqsan. Vəssalam. Evi hani evde bir ikisini de vurursan. Uzağa gitse ikisini de vurursan. Mesela kırağa gitse ikisini de vurursan. Bir zaman bir müdafiədir, iki zaman iki müdafiədir. Çok. Üzləyəndən sonra görüşərik. İnşallah. Biz haradaydık? Razimdə, Bakıxanovda. Razimdəydi, Bakıxanovdaydı. Həmişə də gəlirik Razim zonasına. Deməli, sən mənə müraciət elədin ki, mənim qapım yaxşı işləmir. Həm yaxşı işləmir, həm də yaxşı görkəm istədim. İndi qapını qurtardıq, elə deyilmi? Qapını necə buldun, necə gördün? Yaxşıdır, əllərinə sağlıq. Yoxladın mı, açdın, bağladın mı? Yaxşıdır, yaxşıdır. Deməli bizdə belə yeni də açıq bağlayırıq, göstəririk, təhvil veririk həmişə kimi. Deməli qapını belə düşür. Qıraqlarını da dedim elədik, birinci video eləmişik, çəkiliş eləmişik, ikinci çəkilişdə budur, tamamladı. Sağlığa qismət olsun. Sağ ol, var ol. Allah canı sağ eləsin. Xoşun gəldi mi? Yaxşıdır, sağ ol.